İsimlərin cəmlənmə qaydasında belə bir qayda var. Əgər ismin sonu y ilə bitirirsə, bu iki cür s qəbul edə bilir. Bir, y dəyişmir, boy solubdur, cəmlənibdir. İkincidə story, y dəyişib aya çevrilib və es qəbul edib. Bunu necə yadda saxlayırıq? Rahat bir qaydası var. Yəni, nə zaman s qəbul edib, nə zaman y dəyişib aya çevrilir. Əgər y-dən qabaq sait varsa, y dəyişmirik. Misal yazaq, başqa bir misal. Toy. Y-dən qabaq nə var? Sait var. Ona görə nə dedik? Dəyişmirik. Toys olur bu, yəni oyuncaqlar. Əgər y-dan qabaq samit varsa necə olacaqdı? Y aya dəyişəcəkdir. Ailə söz nədir? Family. Dəyişək bunu. Y-dən qabaq nə var? Samit. Samit olanda nə etmək lazım idi? Y dəyişib ay etmək lazım idi və es qəbul etməsi lazım idi. Ailə, ailələr. Ümid edirəm ki, faydalı oldu.